Gördüyünüz kimi bugün məzun oluram və təbriklərinizi gözləyirəm. Həqiqətən də mən bu yola çıxanda həyata necə başlayacağımı gəlin başdan danışım. 11 il əvvəl mən 2 uşaqla və yaşım 23-dür. Ayrılıb ailəmin yanına gələndə həyata necə başlayacağımı, hardan başlayacağımı heç bilmirdim. İçimdə də o qədər böyük oxumaq sevgisi var idi. Çünki 17 yaşımda ailə qurmuşdum. Ailə demək olarsa əgər ona, yəni 6 il boyunca ancaq işgəncə, zülm, aclıq, həm psixoloji, həm fiziki, həm qaynananın, həm baldızın, həm ərin şiddətinə məruz qalırdım və 2 dəfə intihara əl atmışam. 2 dəfə, 3 dəfə ən azı onların evindən qaçıb qohumlarının evinə sığınmışam ki, bir gün olar evinizdə qalım. Mənə zülm edirlər, işgəncə edirlər deyib yalvardığım halda belə qapılarını üzümə bağlayırdılar. Məni bir gün belə evlərində saxlamırdılar. Amma sonra o qədər dualar edirdim ki, bu 6 il boyunca hər günüm o qədər qəmli, kədərli, ağlamalı olurdu. Çünki davamlılıq da var, qırğın, söz, söhbət, çox şeylər yəni var da, çox. Mənim hələ də üstündən 11-12 il keçib hələ də yadıma düşündüm, buramda bir şeylər düyünlənir. Kəşke yaşamasaydım onları, kəşke həyatımın səhifəsində o anılar yazılmış olmasaydı, yaddaşımda olmasaydı. Amma bəzən də fikirləşirəm ki, bəlkə də bunlar mənim bir sınağım idi, imtahanım idi və o imtahana mən çıxdım. Və mən artıq qərar verəndə ki, artıq mən ayrılmalıyam, buradan ailə olmaz, 23 yaşındaydım. Və bir oğlum 3 yaşındaydı, bir oğlum da 3 aylıq idi. Ailəmin yanına gəldim, sığındım və yenə deyirəm, içimdə o qədər böyük oxumaq sevgisi var idi. O qədər yatırdım, dururdum, ancaq kəşke oxusaydım, kəşke bu şans verilsəydi. Amma indi uşaq var, yaşım artıq 23-də, o vaxt 23 mənə belə böyük bir yaş gəlirdi. Amma o içimizdə olan o sevgini, həqiqətən də gecə tezi var, Allah sizə qismət edir. O sevgi o qədər böyük idi məndə, oxumaq sevgisi. Mən 2016-cı ildə pedaqojiyə qəbul oldum, gecə gündüz oxuyordum 2 uşaqla. Ora qəbul oldum, 4 il oranı əyanı oxudum. Uşağın biri məktəbə qoyurdum. Uşağın 1-ci sinifə başlayanda mən də 1-ci kursa başlamışdım. Balaca oğlumu da bağçaya qoyurdum. Elə dərsdən çıxırdım, qaçırdım bağçadan uşağı götürürdüm. Qaça-qaça təngi nəfəs evə gəlirdim belə əziyyətlə. 4 ilimi oxudum, müəlliməlik oxudum. Ondan sonra fikirləşdim ki, madəm məndə belə bir fürsət var, madəm mənə belə bir şərait yaradılıb, mən yenidən bir də oxuyum və yenidən gecəmi gündüzümə qatdım və yenidən qəbul imtahanı verdim. Gəncə Dövlət Universitetinə turizmə qəbul oldum. Amma bu səfər qiyabı oxudum. Çünki dedim qiyabı oxuya-oxuya eyni zamanda işləyim. Artıq üzərindən 5 il keçib. Bugünkü gün artıq tələbə həyatının sonuna gəlirəm. Çox sevincliyəm. Həqiqətən də mənim vəziyyətimdə olan o qədər xanımlar var, o qədər qızlar var. Ya ər evindən xilas olmaq istəyirlər, ola bilmirlər, işgəncəyə məruz qalırlar, ya ata evindən, bilmirəm, hər bir taleyi var. Amma içimizdə o sevgi, o dua heç vaxt əksik olmasın. Çünki mən hər gün Allahıma dua edirdim. Heç yox bir